Biz Avropa Birliyinin en qüdrətli dövlətlərindən birinin, Almaniyanın Xarici İşlər Naziri Walter Steinmeier'lə də elə bu barədə danışdıq və sözünüzü aldığım cavablar şəxsən mənə biraz arxası boş göründü. Dünyanı tam şoka salmaq üçün orta əsr vəhşiliyi ən müasir silahlarla, internet, sosial şəbəkələrlə birləşib və bu təşviş bizim üstünlüklərimizə qədər bürüyüb. Bu münaqişə təkcə Suriya və İraqın münaqişəsi deyil, bu vəhşilik bizim hər birimizə, insanlığa qarşı yönəlib. Bu səbəblərə görə təkcə humanitar hərbi yardım kifayət eləmir, hərbi müdaxiləyə ehtiyac var və Almaniya bu istiqamətdə əlindən gələni eləyir. Ancaq məsələ ondadır ki, IŞİD terroruna qarşı siyasi ittifaq şəklində birgə siyasi strategiya ilə savaşmaq lazımdır. Humanitar yardım əlbəttə ki, bizim üçün prioritet məsələ olmalıdır. İraqın şimalında münaqişə başlanan vaxtdan Erbilə yardım göndərmişik və qışın gəlişi ilə bu istiqamətdə səylərimizi daha da artıracağıq. İkinci məsələ hərbi aspektlərdir. Başa düşməliyik ki, Suriya və İraqda yaşanan münaqişəni bir-birindən fərqləndirmək lazımdır. Suriyada geniş miqyaslı müharibə şəraiti müşahidə edirik. Haradakı müxalif qruplar, döyüşçü qrupların başçıları çox vaxt əhalinin sıx yaşadığı ərazilərdə fəaliyyət göstərir. Ona görə belə olan şəraitdə dinc sakinlər arasında itkilər baxımından aviazərbələr endirmək olduqca müşkül məsələdir. İraqda isə fərqli vəziyyətdir. Çünki İraqda cəbhə və əks qüvvələr nisbətən daha aydın seçilir. Yəni, Kürd döyüşçülərlə IŞİD ekstremistlərinin yerlərini ayırmaq olur. Üçüncü məsələ siyasi strategiyadır. İraqda prioritet məsələ baş nazir Əl-Abadiyə etnik dini ayrı-seçkiliyin yer almadığı hökumətin qurulmasına kömək etməkdir. Hökumət elə qurulmalıdır ki, sünnilər IŞİD-ə meyil salmasın. Suriyada mənim fikrimcə vəziyyət daha da qəlizdir. Münaqişənin siyasi yolla çözümü çox müşküldür. IŞİD təhlükəsi təkcə İraq-Suriya sərhədlərində bitmir. Xilafət ideologiyası hər şeyi ihtiva edir. Sonda onların hədəfi Səudiyyə Ərəbistanındakı müqəddəs torpaqlar olacaq. Ona görə də ümid edirəm ki, bütün müsəlman cəmiyyətləri IŞİD-in əxlaqi və dini təbliğatından xilas olmaq üçün birləşəcək.